Nə qədər qazanmaq olar? Və bu hamının ağlında milyoner olmaqdır da. Zakem, niyə milyoner olmaq lazımdır? Heç kim fikirləşmir də özü üçün. Mən niyə milyoner olmaq istəyirəm? Mən deyəcəm burada nə qədər itirmək olar. Burada daxrina itirmək olar. Birinci. Məsəl üçün mən həftə oldu, hansı ki məndə 12.000 dollar minus oldu uşaqlar. 12.000 dollar. Sən deyə bilərsən ki, "Vau, batdı bu." Yox, mənim üçün o vəbşi fignya. 12.000 dolları mən əgər itirə bilirəmsə, hansı ki o video paylaşmışdım, 17.000 dollar. Yəni mənim gəlirlərim də belədir uşaqlar. Burada ona görə deyirəm, 50 dollarla gəlmisənsə, sən 50 dollara uyğun qazanacaqsan. Məsəl üçün 5 dollar, 10 dollar belə. 100 dollarla gəlmisənsə yenə də ona uyğun, 10.000-lə gəlmisənsə yenə də ona uyğun. Məsəl üçün Warren Buffett-lə deyək ki, hansısa milyonerin qazancı eyni deyil. Və yaxud da ki Elon Musk-la hansısa bir milyonerin qazancı eyni deyil. Kimin nə qədər kapitalı varsa, o qədər də çox gəlir əldə edir. Bu çox məntiqlidir, bu çox sadə yanaşmadır. Bunu çətinləşdirmək lazım deyil uşaqlar. Ona görə də nəsə eləyəndə millət qara açki taxın. Rozvoy açki taxmayın. Yəni rozvoy açki nədir? Çəhrayı eynəkləri çıxardın başınızdan və özünüzə məqsəd qoyun ki, mən 50 ilə başlayıram, 100 ilə başlayıram və mən hara gedirəm. Əsas odur uşaqlar. Məqsəd varsa motivasiya var və gedişat var. Vəsə, başqa heç bir çıxış yolu yoxdur.